İman insanı necə gücləndirir? İman insanın ürəyində olan dərin inancdır. İman insanı yalnız fiziki yox, həm də ruhani cəhətdən gücləndirir. O çətinliklər qarşısında insanı möhkəmləndirir və ona ümid verir. İman sayəsində insan bilir ki, tək deyil. Allah həmişə yanında onu qoruyur və dəstək verir. Bu hiss ona güc, cəsarət və səbr verir. Peyğəmbərimiz buyurub, iman sahibinə qorxu yox, rahatlıq verər. İman həmçinin insanın qəlbini sakitləşdirir. İmanlı insan çətinlikləri imtahan kimi qəbul edir. Onlardan öyrənir və daha da güclənir. O, həyatın yükünü tək daşımır. Allahdan kömək istəyir və ona təvəkkül edir. Unutma, iman insanı həm dünyada, həm də axirətdə ən güclü edir.